Haydi. Onu arabası. Bu tarafa koşun. Orada bir toplamayın. Həs topadan qırağa dur, üstünə düşər. Haydi. Evin nə aynası, nə qapısı, hamısı. Evin patoloku. Baxın, görün nə vəziyyətə düşüb. Hamısını külək darmadağın eləyib, töküb, dağıdıb. Belə bir vəziyyətdir evdə. Baxın, baxın, Gəncəyə sel gəlir. Sel gəldi, hamısı doldu mənim evimə. Seldir, sel. Gəncə selin içindədir, sel bastı Gəncəni. Sel bastı Gəncəni. Hamısı getdi, doldu mənim evimə. Baba, baba. Baxın, baxın, Gəncəyə sel gəlir. Bu gələn selində hamısı gedir, dolur mənim evimə. Hamısı. Hamısı. Salam 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. 102 Xəbər Info və Inform Xəbər TV yenə də öz missiyasındadır. Necə ki, Azərbaycan Respublikası Prezidentinin kütləvi informasiya vasitələrinə, mediaya olan dəstəyi şəklində biz bir çox rayonlarda şəhid ailələrimiz, qazilərimiz başda olmaqla vətəndaşların qəbulunda silsilə onların müraciətlərini qəbul edib, çəkilişlərini edirik və müraciətdə hansı səmtdə olursa olsun, biz bunlarla bağlı çəkilişlər edirik. Yeri gələndə, necə ki, Azərbaycan Respublikası Prezidentimizin dediyi məmur özbaşınalıqlarını tapıb ortaya çıxardır və aidiyyəti qurumlara yönləndiririk. Birinci növbədə biz 4-cü hakimiyyət olaraq qanunverici orqan deyilik. Bizlərdə olan çəkilişləri biz aidiyyət üzrə başda prezidentimiz olmaqla Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Daxili İşlər Nazirliklərini ünvanlayırıq. Qərarı onların əlindən Ədliyyə Nazirliyinin strukturuna olan məhkəmə qərarlarından icrası verilir. Bugünkü çəkilişimiz şəxsən rəhbər olaraq, 102 Xəbər Infonun rəhbəri olaraq, Inform Xəbərin rəhbəri olaraq, mən Azərbaycan Respublikasının vətəndaşı olan Gəncə şəhər sakini Reyhan xanımın dəvəti əsasında şəhid ailəsində çəkilişdəydik. Onun dəvəti əsasında yaxınlaşdıq və regionda çəkilişimizi davam edirik. Mən bugünkü qonağımız bizim Informun studiyasından olan, 102 Xəbərin studiyasından olan bir çəkiliş edirik ki, bugünkü çəkilişimizdə yenə də Azərbaycan Respublikası Gəncə şəhər sakini Reyhan xanımın müraciəti əsasına gəlmişik. Reyhan xanım, birinci növbədə sizə minnətdarıq ki, bizə zəng etdiniz və bizim studiyaya təşrif buyurdunuz. Buyurun, sizləri dinləyirik. Azər müəllim, mən də sizə minnətdaram ki, mənim xahişimi nəzərə alıb, siz özünüz bizə yaxınlaşdınız. Minnətdarıq, bizim borcumuzdur. Çox sağ olun. Siz üzr istəyirəm, siz bizə birinci növbədə müraciət edəndə telefon xəttində sizin hansısa özünüzün tabeliyinizdə olan əmlakınızın söküntüsünlə bağlı müraciət edibsiniz. Bəli, özümü təqdim edin. Özünüzü təqdim edin ki, biz bilək ki, yəni ki, bu silsilə, yəni sizlərdən hansısa bir təzyiq əsasında çəkiliş getmir. Sizlərə kimlər, bizlər tərəfindən təzyiq olunmur. Məsəl üçün gəlin, siz özünüzün müraciətiniz telefonla. Bəli, özüm müraciət elədim, siz də sağ olun, yaxınlaşdınız. Mən Gəncə vətəndaşı Rızayeva Reyhan Heydar qızıyam. İmtiyazlı ailəm var. Qardaşım Əliyev Rasim Heydaroğlu Qarabağ iştirakçısı olubdu. Birinci Qarabağ müharibəsində Qarabağ iştirakçısı olub və yaralanıb qazi olubdu. Rəhmətə gedib bir il. Allah rəhmət eləsin. Özümün ailəmdə hər iki valideynini itirmiş, 2 az yaşlı nəvələrim var, rəsmi qəyyumluğumdadır. İmtiyazlı ailəm.
xahiş edirəm, çox sizdən xahiş edirəm. Mənim şəxsi əmlakım olan Şeyx Bahəddin küçəsi 8 nömrəli evdə ata-baba Üzr istəyirəm, bizə həmən səni göndərdiyiniz sənədlər, nüsxəli sənədlərdir də. Bəli, hamısı nüsxəli sənədlərdir, sənədlərin əsli məndədir. Hamısını kserokopiya elətdirib, surətini sizə vermişəm, təqdim eləmişəm. Mənim şəxsi əmlakım olan ata-baba yurdumuz, bizim atamın 5 evladı var. Üzr istəyirəm Reyhan xanım, sizə bir sual verir. Bizə WhatsApp vasitəsilə yönləndirdiyiniz söküntü videoları, təmir videoları həmən ünvana məxsusdur. Hamısı həmən ünvana məxsusdur. 2024-cü il may ayının 25-də təbii fəlakət nəticəsində, külək yağış leysan nəticəsində evim tamamilə yararsız hala düşmüşdü. Mən də həmin vaxtı 112 Fövqəladə Hallar Xidmətinə zəng elədim, kömək istədim, qaynar xəttinə. Həm də Gəncə İcra Hakimiyyətinə getdim, kömək istədim ki, mənə kömək eləsinlər. Kimə müraciət etdiniz? Arzu müəllimə. Gəncə şəhər İcra Hakimiyyətində tikinti söküntü ilə əlaqədar olaraq 5-ci mərtəbədə Arzu müəllimə xahiş elədim, dedim mənə köməklik eləyin. Evin tamamilə iflic vəziyyətinə düşmüşdü. Evin dam örtüyü, bütün hasarları zat sökülmüşdü, evdə oca qala bilmirdik. Onlar da söz verdi, sağ olsunlar, mən onlardan razıyam. Köməklik elədilər. Uşaqların atasızlıq pulunu, qəyyum pulunu da aldım, ünvanlı sosial yardım da alır uşaqlar. Bir təhər evin hasarını hördürdüm. Şirkət də gəlmişdi. Sizin daxili imkanlarınız sayəsində, yoxsa icra hakimiyyəti? İcra hakimiyyəti biraz köməklik elədi. Qalanını da daxili imkanlar sayəsində özüm düzəltdim, hördürdüm. Sel dağıdan yeri hördürdüm. Dam örtüyünə gələndə, dam örtüyünü də bütün bizim ərazidə hamının dam örtüyünü şirkət gəlib sağ olsun, dəyişirdi. Bizim də dam örtüyünə gələndə dedilər hasarlarınızda çox bərbad haldadır, ev qəzalı vəziyyətdədir. Bunu hördürün. Elə həmin vaxtlarda mən evin hasarını hördürdüm, icra hakimiyyətin az-çox köməkliyi nəticəsində. Şirkət də gəlib dam örtüyünü vurmalıydı. Fövqəladə hallardan da gəldilər. Oranın rəisi Nəsib müəllim gəldi, o da göstəriş verdi ki, Gəncə şəhər üzrə. Gəncə şəhər üzrə, bəli. O da gəldi, dedi ki, bu ev hörülməlidir, səliqəyə salınmalıdır. O elə onun sözünü də əsas götürdüm, hördürdüm. Bir təri bir zulm əziyyətlə. Düzdür, həm uşaqların boğazından kəsdim, əynindən kəsdim, kitablarından, dəftər ruşkasından kəsdim, hördürdüm. Nə əziyyətlə, nə zulmla. Elə yeni hördürmüşdüm, şirkət gəlib dam örtüyünü vurmaq istəyirdi. İyun ayının 11-i idi. Səhər saat 11-ə işləmişdi. Bu il 2025. Bu il 2025-ci ilin iyunun 11-i saat 11-ə işləmişdi. Qonşumuzda Ağsaqqal, yaxın qonşumuzda Akif dayı. Telefonuma zəng gəldi. Götürdüm, dedi ki, Reyhan, sən haradasan? Dedim, burada ilə bazarın başındaydım. Evə yumurta zad almağa getmişdim. Dedi, tez təcili evin yanına tuş, evi uçurtdular. Dedim, kim? Dedi, bir qara maşın gəldi. 20 AA seriyası 010. İçindən bir şəxs düşdü, 50 yaşı olardı, olmazdı. Qara kostyum şalvarı, cibindən telefonu çıxartdı, başladı çəkiliş eləməyə. Çəkiliş elədi, traktorda evi uçurtdu, evin hasarını uçurtdu. Tikilən hasarı? Tikilən hasarı, bəli. O zulumla, o əziyyətlə tikilən hasarı uçurtdu saniyələr içində. Tez də tələsik maşına mindi, gəldiyi yolla yox, küçənin aşağı hissəsinə. Sürdülər, getdilər. Tez qaça-qaça getdim, gedəndə gördüm təzə hörülən hasar yerlə yeksan olubdu. Traktorla uçurtdurulub, gedib. Həmin dəqiqə Fövqəladə Hallara zəng elədim, məlumat verdim. Özüm də getdim icra hakimiyyətinə ki, görüm nə səbəbə, səbəbi desinlər. İcra hakimiyyətinə getdim, orada memarlığa zəng elədilər. 1-ci mərtəbədə məni qarşıladılar. Zəng elədilər, memarlıq dedi, xəbərimiz yoxdur. Arzu müəllimə zəng elədim, tikinti söküntü ilə əlaqədar. Arzu müəllim dedi, bizim xəbərimiz yoxdur. Tez 102 xidmətinə zəng elədim, polisləri çağırdım. Polislər də gəldi, orada mənim elə sökülən, dağılan yerdə şəkilimi çəkdilər. Dedilər, Reyhan xanım, gedib ərizə yazmalısan. Elə onlarla da getdim. Həmin dəqiqə ərizə yazdım, dedim, çox xahiş edirəm. Mənim evimi, bu əmlakımdır bu mənim. Qanunu əmlakımdır, ata-baba yurdumdur. Kim gəlib xəbərdarlıq eləmədən, bəlkə onun içində mənim körpə balalarım elə yatırdı. Sən traktordan xəbərsiz, ətərsiz onu uçurdusan. Evimi, mənim əmlakımı sən mənim başıma uçurdusan. Belə quldurruq, bu dərəcədə quldurruq, yəni olarmı? Mən bunu qəbul eləmirəm. Mən şikayətçiyəm. Hara lazımdır ora şikayət eləyəcəm. Çox xahiş edirəm. Xanım, indi üzr istəyirəm. Siz danışdınız. Siz mənə müraciət eləyəndə telefon xəttində dediniz ki, 102 xidmətinə müraciət edirsiniz. Daxili İşlər Nazirliyinin qaynar xəttinə. Bəli.
Mən dərhal Gəncə şəhər Baş Polis İdarəsi yanında 1-ci polis bölməsinə zəng etdim. 1-ci polis idarəsinə təhqiqatçı, verdiyiniz təhqiqatçının nömrəsindən danışdım, əlaqə yaratdım. Aynı anda məni həmən təhqiqat şöbəsinin böyüyü Vaqif müəllim məndən əlaqə yaratdı. Bəli. Və iş həqiqətən də cənab generalımız, Gəncə şəhər Baş Polis İdarəsinin rəhbəri olan generalımız Teymur Hacıyevin xüsusi nəzarətində olduğunu bəyan elədi və sizi yaxın gündə çağırıb izahatınızın yenidən alınmasını bizə dedi ki, narahat olmayın, onsuz da iş bizim nəzarətimizdədir. İndi biz sizdən soruşmaq istəyirik. Bizlərlə onların telefon zəngində sizi polis orqanlarında necə qarşılayırlar və yaxud sizi necə dəyərləndirib yenidən izahat aldılarmı sizdən? Bəli. Sizin zənginizdən sonra yenidən Vaqif müəllim, tədqiqatçının rəisi məni çağırdı. Həmin o ağsaqqal qonşumuzu da çağırdı. Onlar həm Akif dayıdan da izahat aldılar. Məndən də izahat aldılar. Sənəti istədi. Sənətləri apardım, təqdim elədim. Dedi, narahat olma. Biz həmin adamı dedi çağırmışıq. Həmin o 010 seriyasından gələn. Sizin evi qanunsuz söküntü eləyən. Qanunsuz söküntü eləyəndə həmin adam da deyir ki, mən küçüyə gəlmişəm, amma mənim xəbərim yoxdur. Amma bilirəm ki, bunlar hamısı yalandır. Həmin adam söhdürübdür mənim evimi. Kamera görüntüləri yoxdur. Kamera, küçənin başında kamera var. Həmin vaxtı traktor gəlib, dalından, arxasından da qara maşın gəlibdir. Amma sökülən anın kameraları düşməyibdir. İndi o traktorun şoferini çağırsınlar, soruşsunlar. Bir də Akif dayı deyir, həmin adamı üzdən görsəm mən göstərərəm. Lap deyir, 10 dənə adamın içinə qoysalar da həmin adamı barmağımla göstərə bilərəm ki, bu adamıydı. Gələn adam. Buradan müraciət edirəm cənab prezidentimiz İlham Əliyevə, 1-ci xanım Mehriban xanım Əliyevəyə, baş prokuror Kamran Əliyevə, bütün dövlət qurumlarına çox xahiş edirəm, imtiyazlı aləmi nəzərə alsınlar, qardaşımın qazi olmağını nəzərə alsınlar. Özüm rəsmi qəyyumluğunda nənəyəm, onu nəzərə alsınlar. 2 dənə fiziki qüsurlu bala böyüdürəm. Biri gözdən əlil, biri qarnı əməliyyatlıdır, mədə-altı vəzi zədəlidir. Onu nəzərə alsınlar. Çox xahiş edirəm sizdən. Bu işi aşkarlasınlar. Mənim əmlakım, dağılan əmlakım düzəlsin. Evimin dam örtüyü örtülsün. Mən o uşaqları kirələrdən, küçələrdən yığım evdə saxlayım. Hal-hazırda bu uşaqları mən böyütmüşəm, təhsil vermişəm, bu il imtahan verib, yüksək bal toplayıb. O instituta gedəndə kirə evindən yox, öz əmlakımızdan əlini geyinsin, məktəbə getsin, instituta getsin. Çox xahiş edirəm. Bunu biz əlimizdən gələn qədər edib, sizin bizə dediyiniz kimi ictimailəşdirəcəyik, buraxacaq sosial şəbəkələrdə. Siz necə deyibsiniz? Sizi bəs bizə bu müraciətdən sonra Gəncə şəhər icra hakimiyyətindən mən əsla, hətta orada Gəncə şəhər icra hakimiyyətində əmlakdan Turab müəllimlə əlaqə yaratmışam, fövqəladə hallardan bu Gəncə şəhərdə Teymur müəllimlə əlaqə yaratmışam. Onlar da özlərinin həqiqətən də onların xəbərsiz olduqlarını deyirlər. Onlar da yenə də köməklik. Bəs bizim bu zənglərimizdən sonra heç icra hakimiyyətindən sizi dəvət eləyən ya bir danışan... Bəli, çox sağ olun, sizə çox minnətdaram. Sizin bu zənglərinizdən sonra dünən icra hakimiyyətindən hüquqşünas Xaqani müəllim mənə zəng vurdu. Dedi, Reyhan xanım, çox xahiş edirəm, polisin işini dayandırın. Xaqani müəllim hüquq şöbəsinin icra hakimiyyətində Xaqani müəllim hüquq şöbəsinin rəisidir. Dedi ki, çox xahiş edirəm, bu polis idarəsində işi dayandırın. Səbəb? Səbəb bilmirəm. Polisdə niyə işi dayandırsınlar? İş dayandırılsın. Biz dedi, özümüz icra hakimiyyətinin tərkibində, içində, özümüz bu işi həll eləyək. Nə kimi niyə eləmirdiniz? Sizin zənginizdən sonra zəng elədi Xaqani müəllim mənə. Mən sizə telefonda nə dedim? Dedim mi bizim Azərbaycan polisimiz çevikdir. Azərbaycan polisi hər zaman sizlərin yanındadır. Siz güzgəyə çıxırsınızsa, gördünüz dərhal sizə operativ şəkildə sizin izahatlar alındı, bu işlər gedir. Demək, bu işin elə başında bəlkə də Xaqani müəllim kimiləri durur. Onu aşkarlasın, polis aşkarlasın, prokuratura aşkarlasın. Sizdən də çox razıyam. Biz əlimizdən gələn qədər xahişimi nəzərə aldınız. Bəlkə də evdəki o körpə uşaqları nəzərə aldınız. Yaxşı ki, Azərbaycanlıyam. Çox razıyam ki, mən özüm Azərbaycanlıyam. Azərbaycanın da sizi kimi işçiləri var. Mən sizə güvənirəm hamınıza. Sağ olun. Bizdə Azərbaycan Respublikasının ulu öndərin layiqli davamçısı İlham Əliyev cənabları istər Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara eyni gözlə baxır. Ona görə də biz istər Azərbaycanlı, istər digər
milli mənsubiyyətinə arxalanan hansısa bir dövlətin, hansısa bir respublikanın, hansısa bir vətəndaşı varsa, biz eyni gözlə baxırıq. Çox Sağ olun buna görə də. Amma biz əlimizdən gələn qədər edəcəyik. Sizlərə dəymiş maddi və nəvi ziyanı məhkəmə proseslərinə geçsə belə orada da hər zaman yanımızda olacaq. Nəzərə alın, mən qatıq satıb uşaqları böyüdürəm. Mən müqavilə ilə bu dəqiqə bax, Sizin Xaqani müəllim dediyi kimi polisdə araşdırmanı dayandırmaqmı fikrindəsiniz? Xeyr, polisdə araşdırmanı dayandırmaq fikrində deyiləm. İş əməliyyat geçsin. Xaqani müəllim də bu işlə məşğul olsun. Siz də bu işin içində hamınızdan yaşasın İlham Əliyev başda rəhbərlik çox xahiş edirəm. Bütün bu imtiyazları nəzərə alın. Bu imtiyazlı ailələrə şəxsən nəzarətə götürən Mehriban xanıma birbaşa ünvan verir. Mehriban xanıma xahiş edirəm. Bu iş aşkarlansın, açılsın, aşkarlansın. Görək bu evi mənim başıma niyə çurtdular? Səbəbi nədir? Səbəbini desinlər. Var, bütün hamısı. Səbəbini desinlər. 102-yə dəfələrlə çıxmışam. Fövqəladə hallar atam hükümdür. Bəli, babamın adınadır. Baba, orada neçə nəsil böyüyübdür, yetişibdir, yaxşı evlatlar yetişibdir, qardaşlarım, bacılarım, hamı yetişib. Bu elə belə ev deyil, bizim ata baba yurdumuzdur. Mənim yurdumu niyə başıma düşürdür? Səbəbi nədir? Hansı səhv eləyib, nəyə görə eləyib, niyə bu addımı atıb? Maraqlıdır və evim yerlə yeksandır. Evin hasarı hal-hazırda yerlə yeksandır. Siz orada icra hakimiyyətinin nümayəndəsindən, hüquq şöbəsindən danışanda bəyan etdinizmi ki, siz qazi ailəsisiniz? Bəli, hamısını bildirdim. Dedim, qardaşım qazi olub. Xocalı alınan vaxtı mənim atam, qardaşım əynini giyindi, birinci getdi. Dedim, mən könüllü gedirəm vuruşmağa. Atam dedi, ged oğul, Xocalı, hamısı bizim vətən əldən gedir, kömək lazımdır. Bunu da nəzərə almaq lazımdır. Uşaqlar var bu dəqiqə var, uşaqlar evindədir. Ata yox, ana yox, amma mən elə nənə olmadım. Dedim, mən uşaqları böyüdüm, gələcəyin əskəri böyüdürəm. 2 dənə. Bu rəhbərlik bunları nəzərə alsın. Çox xahiş edirəm. Nəzərə almazsa, düz Bakıya prezident aparatına gedəcəm. Uşaqları da götürüb. Elə Gəncədə özünüz həll edin, qorma dəyən ziyan ödənilsin. Çalışarıq. Hörmətli izləyicilər, biz bugünkü qonağımız Gəncə şəhər sakini, əslən Azərbaycan Respublikasının vətəndaşı olan, imtiyazlı valideynlərini itirmiş, imtiyazlı ailədəndir, valideynlərini itirmiş körpələri himayəsinə götürür, qazi bacısıdır. Deməli, qəhrəman ailə sayılırlar. Yəni, bu ailənin başına gələnlər bizim mövzu diqqətimizdə olacaq, mövzuya qaydacağıq. Bütün bu videoları aidiyyəti qurumlara göndəriləcək, rəsmi qaydada onlardan cavab istəniləcək. Biz əminik ki, bizim xanımın bizə müraciətindən sonra Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, başda generalımız, Daxili İşlər Naziri, Vilayət Eyvazov cənabları olmaqla Teymur müəllimləcək, daha doğrusu bütün bu ailəyə dəymiş maddi və mənəvi zərər ziyanı kim vurubdursa, həmən zərər ziyanı tam şəkildə aradan qaldırtdırıb təmin edəcək. Bu ailənin də yenə də başını bir koması olaraq evində, eşiyində, işığının altında dinc, sakin kimi olub yaşamasına şərait yaradacaqdır. Biz mövzuya qaydacağıq. Bizim bu çəkilişdən biz ümid edirik ki, Gəncə şəhər Baş Polis İdarəsi xüsusi nəzarətə götürərək Nizami rayonu Gəncə şəhər Baş Polis İdarəsi yanında 1-ci polis bölməsinin rəisi Xanlar müəllimə də minnətdarlığımızı bildiririk ki, bu işi boynuna götürür. Ümumiyyətlə, Azərbaycan polisinin qarşısında hər bir Azərbaycan vətəndaşı boşludur. Boşludur ona görə ki, biz rahat, gecələrimizi rahat yatırıq, ancaq onlar bizim əsasımızın keşiyində qanun şəkildə, qanunla bizim əsasımızı qoruyurlar. Bizim dincliyimizi, firavanlığımızı qoruyurlar, onlara minnətdarım. Ümid edirik ki, Reyhan xanımın da bu çıxışı yetərincə olacaq və Azərbaycan polisi dərhal öz subyektiv qərarlarını qəbul edib, bu ailəni öz dağıdılmış evinin təmirinlə bağlı bütün dəymiş zərər ziyanı ödətdirərək ailəni həmən evə yığdışdırmağa təkan olacaqlar. Minnətdarıq, mövzu diqqətimizdədir, mövzuya qaydacağıq. Sizlərlə mən 102 Xəbər Info və Inform Xəbər TV-nin rəhbəri Azər Xudayroğlu və bu efirin də çəkilişində öz zəhmətini əsirgəməyən Ramiz qardaşımıza da minnətdarıq, Əbdurrəhmanova. Minnətdarıq, mövzu diqqətdədir. Sağ olun, Azər müəllim. Sağ olun, minnətdarıq, narazı olmayın, mövzu bizim diqqətimizdə olacaqdır. Xəbər gözləyəcəm sizdən. Oldu. Sağ olun. Sağ olun.